Cəmşid, Bakı əhalisinin gigiyena qaydaları haqqında nə deyə bilərsən? Bu elə bir mövzudur ki, bu mənim içimdən gəlir. Özüm sırf həyatımda yaşayıram bunu. Çox bərbad vəziyyətdədir bizim əhalinin gigiyena şeyini. İzah eləmək üçün mən məcburam ki, belə faktoloji danışım. Bir müddət bundan əvvəl bir nəfər belə söhbət edirdik. Asqırır belə əlinə. Mən deyirəm ki, elənçi eləmədə, belə heç olmasa elə. Ya da ki, əlimə dəsmal alın. Deyir ki, qurtqan bulaşacaq. Deyirəm, sən asqırırsan və də sənin əlimə o mikroblar keçir. Sonra kimləyəsə görüşürsən. Buradan da xəstəliklər yaranır. Yəni ki, bu bütün yer kürəsində olan xəstəliklərin 99% insanların səhlənkarlığından və də natəmizliyindən əmələ gəlir. İstər görüşməkdə, yemək məsələlərində, sevişmə proseslərində, hamısında insanlar gigiyena proseslərinə əməl eləmirlər. Ümumiyyətlə, bu əllə görüşmək nə deməkdir ki? Bunu ləğv eləmək lazımdır. Yəni, bunu deyəndə mən kimlərsə fikirləşir ki, Cəmşid deyir ki, heç kimlə görüşməsən. Yox, 99% adamlar əlin yumurlar. Mən məsəl üçün adam tanıyıram, 5 nəfərlik ailədir. Bir dənə sabunu, aradasa yaxlaşıq 15-20 gün işlədirlər. Mən amma məsələn 5 dənəli sabunu heç bir gün çəkmir, qutarır. Yəni, insanlar bu dərəcədə natəmizlər. Ona görə xəstəliklər buradan qaynaqlanır. Bir dəfəlik olaraq beyninə yerləşdirmək lazımdır. Əllə kontakt olmaz. Heç kimdən görüşməsin. Bu bir nömrəli şərtdir. Sonra çox güclü şəkildə əllərə qulluq eləmək lazımdır. Yəni, nə baxımdan? Yumaq baxımından. Kişi, su var, sabun var, niyə əlinizi yumursunuz? İnsanlar gedirlər natəmiz yerə və də əllərini yumurlar. Özdə ki, mən bunu deyəcəm, düzdür, mənim özüm də bundan yəni qaça bilmirəm. Kafelərdə, yeməkxanalarda, o hansı ki, insanlar kütləvi şəkildə qulluq edirlər, onlar heç nəyə əməl eləmək, üzr istəyirəm bu sözə görə, amma məcburan deməliyəm. Adam gedir ayaq yoluna və də əlin yumur, gəlir bir dənə dönər kəsir. Yəni, bunu şəxsən görmüşəm. Belə olarmı? Yəni, o dərəcədə insanlar səviyyəsiz formada təmizliyə əməl eləmirlər. Yəni, budur problem. Başlanğıc olaraq, yəni ki, mən özüm bunu tətbiq edirəm, insanlarla görüşmürəm deyəm, ya da ki, əlcə ilə görüşürəm. Çünki bilirəm ki, bu adam təmizliyə əməl eləmir. Mən axı onu necə görüşüm onu? Yəni, həm gigiyenik baxımından pis təsir eləmir, həm də psixoloji olaraq mən görürəm ki, bu adam natəmizdir və də mən onu əlinə görüşüm, sonra siqaret yandırıram. Və də gedib oturursan, çörək yeyirsən, biri gəlib səndən görüşür. Bizim adamlar hələ dərk edə bilmir ki, çörək yeyən insanla görüşmək olmaz əlinə. Yəni, bu baxımdan gigiyenik vəziyyətdə çox bərbadçılıqdır bizdə. Güclü maarifləndirmə işi lazımdır. İşimiz var da, cəmaət kosmosa çıxır, Yaponlar dağıdırlar kosmosda aləmi. Biz hələ adamlara öyrətməliyik ki, sən ged əlvi yox, vay bizim halımıza. Çox belə gülməlidir.